institutun müəllimləri ola bilər, dərs deyirlər və yaxud da görürlər auditoriyalar. Amma bir gözəl xanım iştirak edir. Universitetdə dərs demək nə var ki, mən də xarici dillər universitetdə dərs deyirəm. Amma hərbi məktəbdə dərs demək, döyüşçülərə, kişilərə dərs geçmək xanım üçün çox da sadə bir məsələ deyil. Nizam Gəncəli deyirdi, çox qadın vardır ki, mərdlikdə bir şir, çox ipək içində şirlər gizlənir. Bugün bizim məclisimizdə ipək içində gizlənən həmin şirlərdən biri Hüseyin xanım Çobanova iştirak edir. Ben böyük Söz verdiğiniz için teşekkür ederim. Ben de ilk önce Müzəffər Rəşadətli Azərbaycan Borçlusunu yetişdirən Qeydər Əliyev adına hərbi institutun komandanlığı adından salamlarını çatdırıram. Salih xanım haqqında çox danışmaq olar. Əvvəllər biz Salih xanımın özünün yazarçılığının təqdimatlarına toplaşırdıqsa, bugün Borçalı bir xanımın, aliminin, yazısının, şairinin, onun haqqında yazılan kitabların təqdimatına toplaşmaq bizim üçün şərəfdir, qürurdur. Salih xanım mənim tələbə yoldaşım olub, uzun illərdir tanışıq. Onun ən böyük əsəri isə Səidə qızımızdır. Ona da xoşbəxtlik, can sağlığı işlərində uğurlar arzu edirəm. Təəssüf ki, vaxtımız azdır. Hər üç xanımı, Mənzər xanımı, Zakirə xanımı və Salih xanımı səmimi qəlbdən təbrik edirəm. Çox sağ olun. Siz bir daha Çexovun fikrini təsdiq etdiniz ki, lakonizm istedadı bacısıdır. Çox sağ olun.